Dostlar, Facebook'ta bir neçə videoları şikayət edib sildiriblər. Neçə gündür Facebook düzəməlli işlədə bilmirdim. Yəni bəyənənlərin bəyənmələrini görə bilmirdim. Heç hətta inanırsınız öz profilimə belə girə bilmirdim. Yəni o günə qoymuşdular, o hala salmışdılar. Bir neçə videoları dostlar şikayət edib sildiriblər. O videolarda hansı videolardır? Hansı ki çıxdım bu İlham Əliyevin bu transların sədri olan bir gəlini var ya, fahişə gəlini, transların sədri. Alyoniçka. Ya onunla bağlı bir neçə video paylaşmışdım. Ona da kifayət qədər adam bağmışdı. 300 minə yaxın, 250 minə yaxın. Bir də başqaları da var idi. Onu götürüb siliblər, onu götürüb şikayət edib sildiriblər videonu. Amma buradan səslənirəm İlham Əliyev və onun alçaq rejimi, DTX-ı, bunlar hamısı boş şeylərdir. Bunlar heç nə verməz. Bu video silməklə, kanal bağlatmaqla heç nə olmur. Bu günə qədər nə qədər mənim kanallarımı bağlamışsınız, nə qədər mənim videolarımı silmişsiniz. Elə olub kanalı şikayət eləmişsiniz, 1 ay, 2 ay mən çıxa bilməmişəm efirə. Yəni nə demək istəyirəm? Bu iş deyil. Bax videoda paylaşdım. 300 minə yaxın adam baxdı. Biabır oldunuz. Silsən nə olacaq? Sil də. Şikayət elə sildir. Zato biabır oldunuz. Rəzil günə qaldınız. Yerdən yerə girmişsiniz. Biabır olmuşsunuz. Başınızı yerin dibinə soxmuşuq. Məsələ burasındadır. Güya siz Facebook'ta video silib, şikayət edib sildirəndə nə olacaq ki? Nə dəyişəcək ki? Sildir də. Zato bilət baxırlar. 300 min, 400 min, nə bilim, elələri var ki, yarım milyon adam baxır. Bəli, narahatsınız. Çünki biabır olursunuz. O qazandığınız o saxta, belə deyək də, insanların inamını qazanırsınız. Saxta. Güya ki, xalq sizi dəstəkləsin, güya siz xalqı sevirsiniz. Gedirsiniz, həm orada yemək pişirirsiniz, burada tort pişirirsiniz, burada nə bilim, xəstə uşaqların yanına gedirsiniz, xəstə uşaqları dəstəkləyirsiniz, onlara yemək pişirirsiniz. Güya bunlar xəstə uşaqları sevənlər deyil. Boyunuzu yerə soxmaz siz. Görün özünüzü nə günə qoymuşsunuz siz. Xalqı sevmək lazımdır. Xalqın haqqına girib zəlil günə qoyub xəstə uşaqları elə xəstə eləyən sizin özünüzsünüz də, Əliyev ailəsi. Sizin özünüzsünüz. Təzədən gedib o xəstə uşaqları ziyarət edeyim, onlara tort pişirim, nə bilim, yemək pişirim, nə varım. Bunlarla iş düzəlmir ki. Bunlarla heç nəyi qazana bilmərsiniz, heç nəyi əldə edə bilmərsiniz. Başa düşdünüzmü? Mənim videolarımı şəxsən sildirməklə, nə bilim, kanalı şikayət eləməklə, bunlar hamısı boş şeylərdir. Bax görürsən, Facebook'u şikayət edirsən, pırt YouTube'dan çıxıram. YouTube'da şikayət edirsən, pırt çıxıram TikTok'dan. Nə bilim, TikTok'u şikayət edirsən, pırt çıxıram, nədir onun adı, Facebook'dan. Yəni, mənim üçün fərq eləmir. İstəyirsiniz bu kanalların hamısını birdən şikayət edin, bağlayın. Gənə mən çıxacağım. Çətin deyil ki, kanalaşmaq, paylaşmaq, bəyənmək, danışmaq. Yəni, bunu insanlar görəcək, gənə də dəstəkləyən, gənə də bizim kimi oğulları dəstəkləyən gəlib abunə olacaq, dəstəkləyəcək, bizi izləyəcək. Yəni, gənə də bizi izləyəcəklər, gənə bizi dəstəkləyəcəklər. Sən özünü öldürməklə deyil ki, orada video şikayət elə sildir, burada video, nə bilim, kanalı şikayət. Bununla düzəlmir, bununla işi düzəlmir. Bunu biləsiniz. Oldu mu? Boşuna özünüzü yormayın. Video paylaşıram, 300-400 min adam izləyir. Yeri gələndə o bəs qoy elə biabır olursunuz, 300-400 min adam izləyir. Silirsiniz sonra videonu, sülün də cəhənnəmə sülün. Zato biabır olursunuz, it günə qalırsınız. Arvadınız, qızınız fahişə, özünüz fahişə. Kişili, qadınlı, nəsilli camınız fahişəsiniz, siz Əliyevlər. Sizin o polisləriniz, DTX-nız, deputatlarınız, hamınız arvadı cırıqlarsınız. Sizcə ləyaqət var, sizə sizə şərəf var, ay uğraşdır, ay namussuzlar, ay şərəfsizlər. Və siz bilmirdiniz ki, bizim kimi oğulların haqqına girəndə, bizə qarşı alçaqlıq eləyəndə, Rafael Piryevin gedib, qohumlarını tutub, ona qarşı çıxardanda, mənim özümə qarşı Avropada belə yerimi öyrənib alçaqlıq elədir. Siz bilmirdiniz ki, bunun sonu yaxşı olmayacaq. Bilmirdiniz, hə? Bunu siz özünüz yaratmışsınız da bu şəraiti və cavabını da alırsınız. Məsələ bu qədər bəsitdir. Bir daha deyirəm, məni kanal şikayət eləməklə, videonu şikayət edib sildirməklə məni çəkindirə bilməzsiniz yolumdan, qətiyyən. Dalınıza pas soxacam sizin. Bunu biləsiniz, Əliyev ailəsi və onun fahişə rejimi. Dalınıza pas soxacam. Başa düşdünüz? Həyatımı məhv eləmişsiniz, talihimi, arzularımı pis eləmişsiniz. Ümidlərimi darmadağın eləmişsiniz, planımı, projenimi, hər şeyimi darmadağın eləmişsiniz. Gəncliyimi əlimdən almışsınız, qutardı, getdi. İndi də yaşlanmışam, 40 yaşım var. Bugündən belə də nə qədər ömür verib Allah, Allaha qurban olaram. Düz məzara qədər götünüzə pas soxacam. Məzara qədər mübarizə davam eləyəcək. Bu yolda mənim ölümüm, mənim qalibiyyətimdir. Bu yolda mənim ölümüm belə mənim qalibiyyətimdir. Bunu biləsiniz.
Götünüzə sopa soxacağam, sizə pas soxacağam o uğraşda. Siz ki bizim həyatımızı məhv elədiniz, siz ki bizə zərbə vurdunuz. Bizim gələcəyimizi əlimizdən sizin götünüzə pas soxmaq lazımdır.